Bəzən bəzi günahları o qədər xırda görürük, günah bilmirik. Amma onları üst-üstə yığanda bir tonqala, onun odu səni də yandırar, ətrafı da yandırar. Tarixdə var, bir gün İslam Peyğəmbəri sahabələrlə, İslam ordusu ilə döyüşlərin birindən qaydanda biraz hava soyuq olduğundan deyir, ətrafa yayılın, kimin qabağına çörp, nə çıxsa yığaq bir yerə, yandıraq, isinək, sonra yolumuza davam eləyək. Bəzi ordu sıralarından olan səhabələr dedilər, ya Resulallah, bu boş səhradır, quru səhradır, burada ot, ələf, çöp nə gəzir? Həzrət buyurdu, siz dörd bir yana səpələnin, kimin qabağına hər nə çıxdı götürsün. Deyir, hərə balaca biraz ovucunda oru gətirirlər bir yerə, bir tonqal yaranır, bir müəyyən yandırırlar, onun istisində, hərarətində isinəndə Peyğəmbər salavatullah buyurur ki, baxın, sizin günahlarınız da belədir. Bəzən xırda bilirsən, belə baxanda gözə görsənmir. Amma ilə, aya, günə vurub onları üst-üstə bir yerə toplayanda belə bir tonqal əmələ gələr.